duaların qəbul olması üçün salavat ən gözəl bir nemət. Rəbbimiz bizlərə elə bir gözəl nemət verib ki, bəzən nədir? Bu neməti unuduruq. Bu salavat nədir? Allaha yaxınlıq üçün ən gözəl bir nemətdir. Daim bunu bizim xatırlamağımız lazımdır ki, heç zaman nədir? Unutmayaq. Bəli, insan nədir? Unutqandır. Amma daim insan bunu xatırlasa, Allahın izi ilə heç zaman nədir? Bu gözəl ibadəti unutmaz. Baxın, nə deyir? Cümə günü və cümə gecəsi mənə çoxlu salavat gətirin Peyğəmbərimiz. Ona görə Peyğəmbərimizin sahabələr, əhl-i beyti daha çox buna önəm verərdilər. İbn Məsud deyir ki, bir nəfərə, ey Zeyd ibn Vəhb, cümə günü gəldikdə Peyğəmbərə 1000 dəfə salavat gətirməyi tərk etmə deyir. Yəni, ən azı belə 1000 dəfə. Nə qədər çox etsən, duaların nədir? Qəbul olunacaq. Arzuların gerçəkləşməsi, bərəkət, rəhmət, qapıların açılması. Bir dinləyicimiz soruşur ki, təkcə cümə günü, xeyr, təkcə cümə günü deyil. Cümə günü daha çox önəm vermək lazımdır. Yəni, qəlbə sakitlik, rahatlıq, qiyamət günü Sırat körpüsündə deyir, nur, gözəl tərif. Sən salavat gətirdikcə göylərin və yerin əhli arasında gözəl təriflə yad edilirsən. Salavatın istədiyi formasını gətirə bilərsən. Böyük, balaca, fərqi yoxdur. Allahümme salli və səllim alə Muhammed və alə əli Muhammed. Öz dilimizdə də Allahım sənin salam və salavatın olsun Peyğəmbərimizə, onun əhli beytinə. Hansı formanı bilirsənsə. Yəni, baxın, bu böyük nemətlərdən biridir. Bir dərdin varsa, salavat və salam göndər. Allah onu səndən qəbul etsin. Çünki Peyğəmbərimiz buyurur, bu qənd səndən qənd qüssəyinə kifayət edər və günahların nədir? Bağışlanar.